1950-ci il iyun ayının 1-də BMT Baş Assambleyası tərəfindən təşkil edilmiş Qadınların Beynəlxalq Konfransında 1 iyun tarixinin uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı alınmışdır. Bundan sonra iyunun 1-i uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb. Dünyanın 190-a yaxın dövlətində, o cümlədən Azərbaycanda bu gün qeyd olunur. Gələcəyimiz olan uşaqların asudə vaxtın səmərəli və maraqlı təşkili, sağlam böyüməsi, onların təhsili və hüququnun qorunması istiqamətində aparılan işlər hər zaman Qazax Tovuz Regional Təhsil İdarəsinin Ağstafa rayon təhsil sektorunun diqqət mərkəzindədir. 1 iyun uşaqların beynəlxalq müdafiəsi günü münasibəti ilə Ağstafa şəhər 2, 3 və 4 saylı körpələr evi uşaq bağçalarında tədbir düzənlənib. Bayram tədbirində körpə fidanlar rəngarəng rəqs edib, şeir ifa ediblər. Yarın bayramı onlara şad ürəklə təbrik eləyir hamı. Uşaqların sənsəsi qalxır ulduza aya, su azadlıq nəğməsi yayılır bu dünyaya. Körpələr oyanıb, gülün beşiyinizdə, doğma vətən dayanıb sizin keşiyinizdə. Bugün 1 iyun beynəlxalq uşaqların müdafiə günüdür. Dünya uşaqlarına əmin amanlıq, sülh arzulayırıq. Uşaqlar gələcəyimizdir. Ağstafa şəhər 2 saylı körpələr evi uşaq bağçası kollektivi adından bütün dünyada yaşayan uşaqların hər birinə sülh, əmin-amanlıq, xoşbəxtlik, sevinç dolu həyat arzu edirik. Hər birinə sağlam can, uzun ömür arzulayırıq. İstəyirik ki, bütün uşaqlar sülh, əmin-amanlıq içərisində yaşasınlar. Bugün uşaqların bayramıdır. Mən 3 saylı şəhər körpələr uşaq bağçası adından bütün dünyadakı uşaqlara sülh, əmin-amanlıq arzu edirəm. Hər zaman xoşbəxt olsunlar, firavan yaşasınlar. Kamran Əskiparalı, Amin Qəhrəmanov bugün informasiya proqramı üçün.